Necəsən? Mən bura dövlət tədbirindən gəlmişim. Buna görə formadayım. Çünki qarşıda bu öndərimizin anım günü gəlir. Mən Azərbaycan Respublikasının baş prokurorluğunun polkovnikiyəm. Həm də Azərbaycan Respublikasında korrupsiya qarşı mübarizədə Dövlətə Dəstək Şurasının sədriyəm. Buna görə məni bura gətirən iki faktör. Mən 22 ildir anamı itirmişəm. Allah cəmi edənlərdə rəhmət eləsin. Sizin pişirdiyiniz zəhmətkeş ailədə böyümüşük. Səmimi danışıram. Deməli, bizim böyümüşük piti ilə, kiftə ilə, haşla. 22 ildir mən bugün piti yeməmişdim. Rəhmətli anamın pişirdiyi pitini sizdə tanıdım. İkincisi də ona görə gəlmişəm ki, sizə dəstək olmaya. Niyə? Burada eşitdim ki, 350 ailəyə çörək verirsiniz. Siz yaşlı uşaqlar hələ tələbədir. Amma pişirdiniz xörəklə, davranışınızla, misal üçün, ictimai rəy var da insanda. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bu yaxında İqtisadiyyat Naziri qəbul edir, Müşahid Cabbarov. Biz göstərişlərini verdik ki, sahibkarlara diqqətli olun. Əgər onlar incidən varsa, mənə siqnallar verir. O siqnallardan biri gəlib bugün oturub sizə, yanınızda. Ona görə mən minnətdaram sizə. Niyə? 350 ailənin üzü gülür. 350 ailənin üzü gülür. Mən korrupsiya qarşı, Azərbaycan Respublikasında korrupsiya qarşı Dövlətə Dəstək Şurasının sədri kimi, baş prokurorluğun polkovniki kimi, 25 il prokuror həyatını keçən bir ictimai-siyasi qadın kimi sizə öz təşəkkürümü verir. Bu pişirdiyiniz yeməklərlə belə davamlı olur. Mən baxıram, izləyirəm. Qazaxıstandan, Türkiyədən, xarici dövlətlərdən hamısı bura yeməyə gəlir. Oğlumdur. Siyasi elimlər doktorudur. Azərbaycan Respublikasının baş prokurorluğunda korrupsiya qarşı mübarizə idarəsinin əməkdaşıdır. Hörmətli generalımız Kamran Əliyev məni bu yaxında sevindirəcək inşallah. Bunun siyasi elimlər doktorluğunu nəzərə alıb, onu əməliyyat işinə keçirməklə bizi və ailəmizi də sevindirəcək. Son yoldaşım da Səhiyyə Nazirliyində məsul vəzifədə çalışır. Səhiyyə baş idarəsində. Bərdə xanımdır. Bak geldiğim bir gün çörək yedik. Sizdən də çox razıyım. Heç kimin də haqqına girən böyle. Allah da şahiddir. Ödənişimizi deyil gedəcək. Yani tam səmimi hissədiyim. Çox sağ ol. Əliniz sağ. Hər zaman yanınızdayım. Estağfurullah. Biraz sualın olsa signal sizin yanınızda.